Tibb bacısı işi var yoldaşlar. Tibblə əlaqəli 2 dənə işdən bəhs eləmək istəyirəm. Biri kiçik tibb işçisidir, biri də tibb bacısı işidir. Gəlin indi bunların arasındakı fərqi də izah edeyim sizə. Belə deyim, həmçinin də ətraflı məlumat verirəm bunlar haqqında. Baxın, bu kiçik tibb işçisi olan variantında sizin yəni sadəcə kursda da oxumuş olsanız, yəni bir kollecdə və yaxud da universitetdə oxumuş olmasanız da belə, tibb institutunda oxumuş olmasanız da belə, siz bu işə müraciət edə bilərsiniz. Yəni, hər hansısa bir özəl kursu da bitirmiş olsanız, bura müraciət edə bilərsiniz. Burada nə iş görürsünüz? Xəstələri daşıyırsınız, müşahidə edirsiniz, xəstələrə qulluq və baxım işlərini həyata keçirirsiniz. Həkim və orta tibb işçilərinə köməklik göstərirsiniz, tibbi avadanlıqları hazırlayırsınız, dezinfeksiya edirsiniz, gigiyena və sterillik qaydalarına riayət edirsiniz. Bu videonun axıra qədər qulaq asın. Burada çünki bəzi detallar vermək istəyirəm sizə. Bu bir variantdır. Bir də həmin yerdə, məşhur yerdir, Liv Bonadi hospitaldır. Həmin yerdə bir də tibb bacısı işi də var yoldaşlar. Burada isə sizdən artıq tibb bacısı, müalicə işi və ya mamalıq işi üzrə, ixtisası üzrə təhsiliniz olmalıdır. Heç olmasa orta tibbi təhsiliniz olmalıdır. Yəni, fərqi gördünüz də. Yəni, burada isə artıq sizin kursunuz rol oynamır. İndi burada nəyə görə bu misalları verirəm sizə? Burada isə siz nə yaşıyorsunuz? Tibb bacısı həkimə qədər təcili tibbi yardım göstərir. Tibb alətləri, sarğı materiallarını və xəstələr qulluq predmentlərinin sterilizasiyasını həyata keçirirsiniz. Pasientlərin müxtəlif növ təcili prosedurlarının hazırlanmasını aparırsınız. Həkim tərəfindən verilən digər tapşırıqları yerinə yetirirsiniz. Bu belə variant, 2 variant. İndi əgər birinci variantda fikir verdinizsə, o bir növ, belə deyək də, sadə dildən desək, bir növ fəhlə işləridir. İndi ola bilər sizin bəziləriniz deyərsiniz ki, mən o fəhlə tipli tibb işçisini istəmirəm də, çünki orada siz xəstəni daşıyırsınız, sonra onun gigiyenası ilə də məşğul olursunuz. Bir növ xəstə baxıcılığı icra edirsiniz də, belə deyək. İndi bəziləriniz onu istəməyə bilər. Onu istəmirsinizsə, belə deyək də, əgər kursu bitirmişsinizsə, onu ancaq misal üçün kursu bitirmişsinizsə və amma mütləq şəkildə əgər istəyirsinizsə ki, bir tibb bacılığı sahəsində iş görəsiz, mən tövsiyə edirəm sizə, siz bir müddət o kiçik tibb işçisi olaraq orada işləyin. Yəni, bir müddət, sırf təcrübə qazanmaq üçün. O təcrübə qazandıqdan sonra ora elə bir yerdir ki, orada daimə iş zaxını olan bir iş yeridir. Həm də ölkənin ən məşhur hospitallarından biridir. Siz yəni kursu bitirmənizə baxmayaraq həmin yerdə işlədikdə, orada belə bir ehtimallar ola bilər ki, misal üçün orada əgər, belə deyək, sadə dildə desək, əlim yanında da hər hansısa bir tibb bacısına ehtiyac olduqda, sizin vəzifənizi artırıb tibb bacısı olaraq ola bilsin götürə bilərlər. Və yaxud da ikinci senaryo budur ki, siz hər hansısa bir yerdə tibb bacısı işi axtaranda, baxmayaraq ki, sizin təhsiliniz yoxdur, kollec, amma siz sırf yaxşı yerdə, belə deyim, tibb sahəsində təcrübə topladığınıza görə, o sizə, belə deyim, bir əlavə bonus verə bilər. Sizə müsbət mənada töhfə verə bilər. O aspektdən onu dəyərləndirə bilərsiniz. Əks halda, yox, əgər kolleci bitirmişsinizsə, o zaman elə birbaşa tibb bacısı olan variantına müraciət edin. Əks halda isə kiçik tibb işçisinə, bir növ xəstə baxıcısına müraciət edə bilərsiniz. Bu işlərə də müraciət etməkdə çətinlik çəkirsinizsə, digər tibb bacısı işlərlə də tanış olmaqsınızsə və yaxud da fərqli sahədəki işlərlə də tanış olmaqsınızsə, ümumiyyətlə bir sözlə, iş tapmanızda çətinlik çəkirsinizsə, özəl dəstəklər üçün əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olun, Toğrul Ləzov kanala. Orada kanala daxil olduqdan sonra diqqət eləsəniz əgər, profildə əlaqə nömrəsi də qeyd olunur. Həmin əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.